Beləliklə ona məsləhət verir ki, start breathing, nəfəs almadan birinci başla və Anna çox özünə güvənli şəkildə oynayır. It's honest, that's a good start. Yəni, bu çox yaxşı başlanğıc idi. Və ana da uşağına baxır. Not yet. Was it bad? Bu pis idi. No, you tell a story when you move. Sən hərəkət eləyəndə başlayacaqsan danışmağa öz əhvalatını. You just need confidence. Sənə özgüvən lazımdır. You just need confidence. That turn was good. Yaxşı idi. Qardaşı bacısının oyununu bəyənir. Thank you, Peter. Çox sağ ol, Peter. We have a professional here. Bizim burada professionalımız var. Yəni təcrübəli ustalarımız var. Aha, ana, you helped me once. O sənə kömək elədi bir dəfə. Now it's your turn. İndi sənin növbəndir. Yəni vaxtı ikən anasına da kömək eləyib Budon. Anası da Budonu bağışlamaq istəyir qızına. Can I open it? Olar onu açım? Why not? Because tomorrow you need courage first. Sabaha sənə lazımdır. Sabah sən cəsarətli. Birinci növbədə sən sabah cəsarətli olmalısan. Tomorrow. Okay. It is magic. Is it magic? Bu sehirlidir. Not exactly. That usually means yes. Yəni, xeyr, sehirli deyil. Tomorrow is my chance. Sabah mənim şansım olacaq. Tomorrow is my chance. And you are ready. Və sən hazır olacaqsan. There are so many people. Yəni burada çoxlu insanlar var. I know. Are you okay? Sən yaxşısan? I am scared. Mən qorxuram, but I don't want to hide. Gizlənmək istəmirəm. That's brave. Bu çox cəsarətlidir. I have got this. Everyone 5 minutes. Yəni hər kəsə 5 dəqiqə. 5 minutes feels very short. Yəni 5 dəqiqə çox qısadır. Oh, very long. Çox uzundur. I can see the stage really well. Mən səhnəni daha yaxşı görə bilirəm. I will try. She looks nervous. O çox gərgin görünür. Və beləliklə Mom was right. Everyone is watching. Hər kəs baxır. Ana deyir ki, ana razılaşır. Deyir ki, everyone is watching. Hər kəs baxır. Look at me, not them. Deyirsən mənə bax, onlara baxma. You are not alone. Sən tək deyilsən. The first act will be close performance. İlk akt Chloe'nun performansı olur. I step into the light. Mən işığa sarı addımlayıram. I hear the music start. Musiqinin səsini eşidirəm. Everyone is watching me. Hər kəs mənə baxır. I feel it in my heart. Yəni mən bunu ürəyimdə hiss edirəm. That's my moment now. İndi mənim vaxtımdır, dəqiqəmdir. I am not afraid at all. Mən heç nədən qorxmuram. Və good luck. Və o dostuna, Annaya uğurlar arzulayır. Anna çox qorxur. She was amazing. O çox heyrətamiz idi. She was. But your turn is different. Sənin də növbən daha yaxşı olacaq. Different isn't always enough. Müxtəliflik, fərqlilik bəzən kifayət etmir. Hey, Mom, what if I forget everything? Əgər mən hər şeyi yadımdan çıxartsam, then you breathe, nəfəs al, and you start again, yenidən başla. Yəni, ananın burada uşağına düzgün məsləhət verməsi, demək, Annada özgüvən yaradır. Yəni, self-confidence means believing in yourself. Yəni, özünə inamla etməlisən ilk öncə. What if I'm not as good? Əgər mən yaxşı olmasam, you are not here to be Chloe. Sən burada Chloe kimi olmamalısan. Then, because you're Anna, sən Annasan, o Chloe'dur. Yəni, insan özü olmalıdır. Heç kəsə özünü bənzətməməlidir. Mom, it's beautiful. Ana çox gözəldir. It looks like it is glowing. Bu parlayır. It feels alive. Bu canlı görünür.
This dress doesn't shine by itself. Bu paltar öz-özünə parlamır. It shines when you move. Yəni sən hərəkət elədikcə parlayacaq. Ana bildirir ki, qızı hərəkət eləsin ki, paltarı da parlasın və o özünü daha da hərəkətli etsin ki, yaxşı da ifa etsin. Whose dress is it? It was mine. Bu mənimkidir. You wore this. Sən bunu geyinmişdin. I was scared too. Mən də çox qorxurdum. And this dress reminded me that I could move anyway. Bu paltar mənə xatırlatdı ki, mən istənilən vaxt hərəkət edə bilərəm. And thank you. Çox sağ ol. Go tell your story. Get və əhvalatını söylə. I will. Bəli, söyləyəcəm. Next up is Anna's performance. İndi Anna'nın təqdimatıdır. Song When I Move. Mahnının adı Mən hərəkət edəndə. I am standing in the dark. Mən qaranlıqda dayanıram. My hands are shaking slow. Mənim əllərim titrəyir. I hear a thousand's eyes. Mən minlərlə gözləri duyuram. But I still feel alone. Mən hələ də özümü tək hiss eləyirəm. I take a breath. Mən nəfəs alıram. I close my eyes. Gözlərimi bağlayıram. I feel the music start inside. Mən fikirləşirəm, hiss edirəm ki, musiqi yenidən başlayacaq. I shine when I move. Mən hərəkət eləyəndə parlayıram. I shine when I try. Mən cəhd edəndə parlayıram. I don't need to be loud. Mənə möhkəm oxumaq lazım deyil. To reach the sky. Səmaya çatmaq üçün möhkəm oxumaq lazım deyil. I find my light. Mən işığımı tapacağam. When I move. Hərəkət eləyəndə. I am not the strongest one. Mən ən güclü deyiləm. Strongest ən güclü deməkdir. I am not the fastest too. Mən ən sürətli deyiləm. But every step I take, amma hər adımın adanda feel honest, feels true. Yəni dürüst hiss eləyirəm özümü və özümü yəni doğru hiss eləyirəm. I shine when I move. Mən hərəkət eləyəndə parlayıram. I shine when I try. Mən cəhd eləyəndə parlayıram. I don't need to be loud. Mənə möhkəm yəni oxumaq lazım deyil. Mənə daha yuxarıdan oxumaq lazım deyil. To reach the sky, səmaya çatmaq üçün. I find my light. Mən işığımı tapıram. When I moved, hərəkət eləyəndə. Və beləliklə Anna böyük güvənliklə öz mahnısını səsləndirir, performansını deyir. That's my sister. Bu mənim bacımdır. Sit and clap. Oturur və əyləşir. Ana sevincindən isə ağlayır. Both performances were beautiful. Hər iki təqdimat çox gözəl idi. Keçmiş zamandadır. Were beautiful. Və Anna və Alex. Chloe, you showed great strength and confidence. Chloe, sən çox güc və özgüvən göstərdin. Ancaq ki, deməli bu, Anna, you told the story. Sən nağılı danışdın. Əhvalatı. You showed courage. Sən cəsarəti göstərdin. And that matters. Bu deməkdir ki, the first prize goes to birinci mükafat gedir. Anna'ya. You did it. Sən bunu etdin. Və Anna well done arzusuna çatdı və beləliklə özgüvəni olmayan uşaqların güvənini qazanmaq üçün, güvən hissini aşılamaq üçün ilk öncə valideynlər, daha sonra məktəb böyük rol oynayır uşaqların özgüvəninin artmasında. Və qardaşı, you are famous, sən məşhur oldun. Yəni ilk öncə biz uşaqlarımıza, övladlarımıza inanmalı, onları cəsarətləndirməliyik. Yəni insan özgüvən üçün öz güclü tərəflərini tanımalıdır. Kiçik uğurlarına belə sevinməlidir. Özünü başqalarıyla müqayisə etmək vacib deyil. Daim çalışmaq və öyrənmək də özgüvənini artırır. Yəni uşağa maraqlı oldu ki, sən ana, who gave you the dress? Bu donu sənə kim veribdi?
Who gave you the dress? Kim verib? Who do you think? Səncə kim? No way. Yes way. Yəni onlar o da onun sehirliliyinə inanaraq onda bu inam yarandı və özünü daha da yaxşı nümayiş etdirdi. Çox sağ olun uşaqlar. Bu da bir nağılımızın tərcüməsi idi. Ümid edirəm ki, xoşunuza gəldi. Özünüzə güvənli olun. Heç nədən qorxmayın. Bu qədər. Çox sağ olun diqqətinizə görə təşəkkürlər.